İrana hücum olsa, ABŞ-nin yaxın şərq ölkələrindəki hərbi bazaları hədəfə alınacaq. Bunu İran Silahlı Qüvvələrinin sözcüsü Əbülfəzi Şəkərçi deyib. Münaqişə baş versə, Amerika hərbçiləri və texnikaları hədəfə alınacaq. ABŞ-nin bölgədəki bütün infrastruktur və hərbi bazaları İran qüvvələrinin atəş məsafəsində olacaq deyə o bildirib. İsrail Səhiyyə Nazirliyi xəstəxanalara İranda və ya İranla mümkün müharibəyə hazırlıq üçün bir sıra tövsiyələr verib. Bu barədə Ynet məlumat yayıb. Bildirilib ki, tövsiyələr xəstələrin məxfiliyinin qorunması, infeksiyanın qarşısının alınması və izdihamlı yeraltı məkanlarda psixoloji stresin azaldılması ilə bağlıdır. Belə, madam ki, son əsas xəbərlərimiz İranla bağlı idi. Onda gəlin elə ABŞ-İran mövzusunda bəzi istiqamətləri müzakirə edək. Çünki Cenevrədə danışıqlar, görüşlər baş tutdu, amma görünən odur ki, Amerika Birləşmiş Ştatlarının müəyyən tələbləri var, hansı ki, nüvə ilə bağlı, eyni zamanda balistik raketlərlə bağlı. İran bunları qəbul eləmir. Heç bir halda da qəbul etməyəcəklərini diqqətə çatdırırlar. Studiyamızın qonağı Milli Məclisin üzvü Sevil Mikayılova ilə danışacağıq. Sevil xanım, xoş gəlmişsiniz. Salamlayıram sizi. Xoş gördük. Cenevrə danışıqları yenə nəticə vermədi. Növbəti görüşlər planlaşdırılır. Məsləhətləşmələr keçiriləcək. Cenevrədəki danışıqların nəticə verməməsinə baxmayaraq, amma müəyyən irəliləyişin əldə edildiyi ilə bağlı xəbərlər var. Hansı irəliləyiş ola bilər bu və məsələ niyə bu qədər uzanır? Həm Amerika baxımından, həm İran baxımından. Məsələ ona görə uzanır ki, bu o qədər də bizim təsəvvür etdiyimiz şəkildə asan, bəsit, həll olunan bir problem deyil. Və biz əgər baxsaq 1979-cu il İran inqilabından sonra Birləşmiş Ştatlar və İran arasındakı münasibətlər ilbəil kəskinləşibdir. Yəni burada biz müsbət dinamikanın olduğunu, bu illər ərzində İran rəhbərliyi arasındakı bu qarşıdurma bəlkə də yəni 79-cu ildən davam edən o konfrontasiyanın ən pik nöqtəsidir. Və bəli, burada biz əgər baxsaq zaman-zaman təhdidlər də olmuşdu. Hətta İran-İraq müharibəsi vardı. Burada koalisiya formalaşdırılmışdı İrana qarşı. Amma birbaşa olaraq Birləşmiş Ştatların İranı bombalamaq, İrana hərbi müdaxilələr etmək kimi və bunu geniş miqyaslı etmək istəyində olması, bu, belə deyək ki, bu proseslərin gedişatında tamamilə bir U dönüşü kimi dəyərləndirilə bilərdi. Amma bugün biz gördüyümüz hər halda diplomatik masadır. Danışıqlar gedir və hazırki müasir, belə deyək, danışıqlar prosesinin 3 raundu geridə qalıb. 3-cü raund Cenevrədə baş tutdu. Siz az əvvəl bununla bağlı məlumat verdiniz. Və maraqlıdır ki, həm Birləşmiş Ştatlar, həm də İrandan gələn məlumatlarda, yəni danışıqlar konfidensial keçir, bunu hamımız bilirik. Amma orada progresin əldə olunduğu, yəni müəyyən irəliləyişin əldə olunduğunu bildirirlər. Bu təbii ki var, çünki tərəflər Venada davam etdirəcəklər danışıqların 4-cü raundunu və əgər bundan əvvəlki danışıqlarda bəli, prinsipal mövqe var, bunu söyləmək lazımdır. Amma müəyyən məsələlər üzərində razılaşmalar olmasaydı, onlar yəqin ki, bu prosesi davam etdirmək, 4-cü raund təbii ki, olmayacaqdır. Və o ki, qaldı danışıqlar prosesində hansı məsələlər müzakirə olunur? Bir çox məsələlər var ki, onları İran və Birləşmiş Ştatlar çözə bilərlər. Yəni burada prinsipial bir, belə deyək, daha çox tərəflərin üzərində dayandığı və yaxud da belə deyək ki, israr etdiyi məsələlər deyil, konsensus ola bilər. Amma elə məsələlər var ki, burada konsensusun olması bəzən qeyri-mümkün görülür. Və bu məsələlər hansılardır? Yəni əslində İranın və Birləşmiş Ştatların mövqelərini sərtləşdirən nədir? Burada nüvə proqramıdır. İran israrla söylüyor ki, onun nüvə proqramı sülh niyyətlidir, mülki məqsədlidir. Amma Birləşmiş Ştatlar isə uranın zənginləşdirilməsinin MAGATE-nin müəyyənləşdirdiyi həddən yuxarı olduğunu bəyan edir. Və biz əgər baxsaq bundan əvvəl MAGATE-nin, bəli, burada da problemlər var idi, İran ərazisinə buraxılmaması və s. Amma
ümumilikdə söyləmək lazım ki, son həm 2024-2025-ci ildə səhv etmirəmsə, onların belə bir rezümesi oldu ki, yəni İran icazə verilən zənginləşdirmə həddini uranın onu aşmayıbdır. Və bu çox vacib bir sənəddir. Bu deməkdir ki, yəni həm Birləşmiş Ştatların, həm də İrana qarşı olan Qərb koalisiyasının hansısa bir hərbi müdaxilə etmək üçün hüquqi əsası yoxdur. Çünki əslində oponentlər İranı nə ilə təhdid edirlər? Onun İran nüvə proqramının sülh məqsədli olmaması ilə, yəni nüvə silahını istehsal etmək üçün hazırlandığına. Amma MAGATE, yəni bu hər halda qlobal bir təşkilatdır. Onun nəticələri isə bunu demir. Amma MAGATE-nin cavabları da, daha doğrusu rəyləri də zaman-zaman dəyişir. Siyasi konjunkturadan asılı olaraq mən sizlə razıyam ki, siyasi konjunkturadan asılı olaraq bu da dəyişilir və ümumilikdə proseslər barədə aydın və şəffaf məlumat yoxdur da deyə bilərik. Mən elə o məsələni qeyd etmək istəyirdim ki, bu son gəlişmə idi MAGATE-nin dəyərləndirmələrində. Amma indi isə belə deyək, masa üzərində daha kəskin tələblər dayanır. Bu ümumilikdə İranın nüvə arsenalının azaldılması, daha doğrusu yenə də söyləmək lazım ki, nüvə arsenalı düzgün olmaz demək buna. Sülh məqsədli uranın azaldılması məsələsi isə indi artıq İrandan tələb edirlər ki, o uran ehtiyatlarını qonşu ölkələrə, amma son danışıqlarda isə artıq Birləşmiş Ştatlar öz ərazisinə transformasiya olunmasını istəyibdi, göndərilməsini istəyibdi. İran buna razıdırmı? Xeyr, razı deyil. Hətta bundan əvvəl İranın belə deyim, müsbət münasibət göstərdiyi qonşu ölkələr var idi ki, təklif olunmuşdu. Məsələn, Türkiyə ərazisinə köçürülməsi. Heç İran buna da razılıq vermədi və söylədi ki, bu ehtiyatlar onun ərazisində qalacaqdır. Digər bir məsələ İran ərazisində investisiyaların yatırılması. Bilirsiniz ki, burada deməli neft-qaz ehtiyatları var və onun işlənməsi üçün də ölkələrdən ara-sıra təkliflər gəlir, bunun yenilənməsi. Bu məsələ biraz asan görünür. Yəni, düşünürük ki, tərəflər arasında konsensusu yarada biləcək məsələ bu ola bilər və İran bundan əvvəl də investisiyalara açıq olduğunu söyləmişdi. Amma masa üzərində olan hansı konsensusdur, hansı məsələdə irəliləyiş əldə olunubdur? İranın əsas istəklərindən biri sanksiyaların aradan götürülməsidir. Yəni, düşünmürəm ki, prinsipial məsələlərdə tam razılıq əldə olunmamış bu addım atılacaq, amma yüngülləşmələr ola bilər. Xüsusilə bir sıra dövlətlərlə münasibətlərdə sanksiyaların aradan qaldırılması İrana qarşı mümkündür. Bu arada biz İran tərəfinin çox narahat olduğunu görürük. Amerikanın hazırki hücumları ilə bağlı, ehtimal olunan hücumları ilə bağlı. Maraqlıdır, əgər İran da bildiyini eləməyə davam edirsə, onda hansı formada ABŞ-ni hücumdan çəkindirmək imkanı var. Unutmayaq ki, İranın yanında həm də Çin kimi bir qüdrətli ölkə var. Çünki Çindən də bugün bir açıqlama gəlmişdi. Xarici İşlər Nazirliyinin sözcüsündən vurğuladılar ki, biz belə daimi dostluq münasibətimizi İranla bundan sonra da davam etdirəcəyik. Tərəfləri sülhə çağırırıq, amma istənilən halda biz İranın yanındayıq açıqlaması verildi. Bilirsiniz, bu mənim fikrimdir. Ümumilikdə Birləşmiş Ştatlar söylədiyimiz kimi uzun illər davam, 10 illiklər davam edən bu konfrontasiyalı şəraitdə əslində İrana qarşı bəli, çox kəskin belə də siyasi dildən istifadə ediblər, amma iş gələndə ki, addım atmaq lazımdır, onlar geriyə çəkiliblər. Bu bir mənalıdır. Niyə görə? Məsələn, elə bir neçə gün bundan əvvəl bildiyiniz kimi Birləşmiş Ştatların təyyarə daşıyan gəmisi yanaldı yaxın şərq sahillərinə və artıq beynəlxalq birlikdə də belə bir fikir formalaşmışdı ki, yəni bu konfrontasiya, hərbi toqquşma baş verəcəkdir, nə olursa olsun. Çünki söhbət trilyon dollarlarla xərc çəkilmiş hərbi əməliyyatlara başlanmaq üçün artıq start verilməsindən gedir ki, yəni Birləşmiş Ştatların geriyə çəkilməsi çox az inandırıcı deyil. Ona görə də hətta General Keyn, Birləşmiş Ştatların əməliyyatlar üzrə rəisi, o da bəyan etdi ki, yəni nə olursa olsun İranı sövdələşməyə, razılaşmaya məcbur etmək üçün artıq Birləşmiş Ştatlar hərbi əməliyyatları keçmək məcburiyyətindədir. Və bu çox böyük bir rezonans doğurdu müxtəlif dairələrdə. Amma heç bu bəyanatdan sayılı dəqiqələr keçmişdi, bəlkə də saatları da yox. Birləşmiş Ştatların prezidenti Donald Trump özünün Truth Social hesabında
açıqlama verdi ki, əgər hər şey General Keynin söylədiyi kimi hərbi həllə öz son nöqtəsinə gəlib çatsaydı, biz bunu çoxdan edərdik Birləşmiş Ştatlar olaraq. Yəni, Birləşmiş Ştatların prezidenti də etiraf edir ki, hərbi həll İran məsələsində çıxış yolu deyil. Hər halda narahatlar ki, birdən Təbii, onlara da böyük bir var. zərər dəyə bilər. Əskər itkisi baxımından və biz bilirik ki, Amerikada bu çox böyük bu siyasi qınamalara gətirib çıxaracaqdır və bu da bir mənalıdır. Bu Birləşmiş Ştatlarda artıq müzakirə olunur. Çünki Birləşmiş Ştatlar, Vyetnam müharibəsi var idi və bu sonuncuydu söyləməliyik. Amma bundan sonra keçirilmiş NATO çərçivəsindəki hərbi əməliyyatlarda, istər Əfqanistanda olsun, istər İraqda olsun, biz çox saylı Birləşmiş Ştatların əskərlərinin itkisi olmasını söyləyə bilmək. Buna çox az saylı olurlar. Yəni, onlar əsasən yerüstü əməliyyatlarda o qədər də iştirak etməyiblər və buna meyil də göstərməyiblər. Yəni, belə olan halda təbii ki, müharibəni şərtləndirən amillərdən biri Birləşmiş Ştatların özünün daxilində siyasi narazılıqlar doğuracaqdır deyən bir məqam da var. Amma məsələ burasındadır ki, tək Birləşmiş Ştatların mövqeyi ilə də bu məhdudlaşmır və sizin söylədiyiniz, siz Çin misalında söylədiniz o misalı. Əvvələn, Çinin çox böyük investisiyaları var İran daxilində. Bildiyiniz kimi, sanksiyalar olduğuna görə Avropa ölkələri, Avropa Birliyinə daxil olan ölkələr İranla iqtisadi münasibətlərini geniş inkişaf etdirə bilmədilər və bir sıra şirkətlər hətta investisiyaları olmasına baxmayaraq çıxmaq məcburiyyətində qaldılar. Amma bu dönəmdə Çin və İran arasındakı münasibətlər kifayət qədər geniş inkişaf edibdir və burada xüsusi olaraq Bəndər-Abbas hava limanının Çin tərəfindən icarəyə götürməsi, İranın Çinin neft-qaz enerji təminatındakı müstəsna rolü, yəni bunu qeyd etmək lazımdır. Və ümumilikdə Çin öz məhsullarını, yəni ticari dövriyyəsində məhz İran marşrutundan istifadə etməsi, Hörmüz boğazından keçən yüklər və bütün bunlar hamısı, yəni İranın sadə bir, belə deyək, qurum kimi, sadə bir dövlət kimi qəbul edilməsini də hər halda istisna edir. Və bundan əvvəl elə Birləşmiş Ştatlardan da belə bir bəyanat gəlmişdi. Hətta söylüyordilər ki, Xamneyi ilə olan, İranın ali lideri ilə olan həmin bu təzadlı münasibətlərdən sonra Venezuelada Maduro'nun yaşadığı taleyini biz İranda Xamneyinin yaşaya bilərmi kimi belə bir suallar var idi. Yəni, mətbuatda bununla bağlı kifayət qədər fikirlər səsləndirilir də. Amma hətta Birləşmiş Ştatlar bunu təksib etdi və söylədilər ki, İran Venezuela deyil. Yəni, gördüyünüz kimi, əslində Birləşmiş Ştatlar da İran tematikasının nə qədər mürəkkəb olduğunun fərqindədir. Burada tərəflər çoxdur, maraqlar çoxdur. İranın özünün proksi qüvvələrinin yaxın şərqə səpələnməsi. İndi biz daha uzaq məsafədən baxa bilərik ki, Birləşmiş Ştatlar tutaq ki, müharibəni başladı, hərbi əməliyyatı, yəni belə bir təxmin irəliyə sürsək. Əvvələn, Birləşmiş Ştatlar hava hücumları vasitəsilə İrana, belə deyək ki, zərbələr endirməlidir. Çünki onun quruda hansısa bir əməliyyat aparmaq kimi imkanları yoxdur. Çünki qonşu ölkələr öz ərazilərini heç bir halda təqdim etməyəcəklərini elə uzun illərdir ki, bəyan edirlər və bu mövqelərində də çox möhkəm dayanırlar. İkincisi, bölgəsəl ölkələr yaxın şərqdə İranla başlayacaq müharibənin miqyasının onların özünə qarşı çevriləcəyindən çox, belə deyək, qorxurlar. Ona görə də buna heç vəclə yol vermək istəmirlər. Bəli, belə bir versiya irəliyə sürülür ki, Birləşmiş Ştatların onsuz da yaxın şərqdəki bazaları, bu 19, deməli, sayı onların 19-dur, dəyərləndirilir və bu bazaların çoxu da əsasən Birləşmiş Ştatların strateji tərəfdaşlarının ərazisində yerləşiblər. Yəni, onlardan istifadə edə bilər. Amma məsələ burasındadır ki, Birləşmiş Ştatlar özü də başa düşür ki, İranın proksi qüvvələri də həmin bazaların ətrafında yerləşibdir. Və əgər müharibə indi saxlayan məqamlar var, çünki indi sülh şəraiti də belə deyək, müharibə yoxdur. Amma əgər hərbi əməliyyatlar başlayacaqsa, İranı və onun proksi qüvvələrinin qarşısında dayana biləcək bir maniyə olmayacaqdır. Ona görə də bax, bu cür kontur biri-birini balanslaşdıran, deyək ya, biri-birini neytrallaşdıran məqamların olması da əlbəttə ki, çox açıq şəkildə görünür və
İndi hazırda danışıqlar prosesi gedir. O 3-cü raundunu bitirdi, 4-cü raunda daxil olur. Növbəti Viyanada keçiriləcəkdir. Gözləntilər böyükdür, onu da söyləmək lazımdır. Xüsusilə 3 raunddan sonra gözləntilərin olduğunu söyləyirlər. Amma Birləşmiş Ştatlar artıq yenə də belə deyək də özünün təpkili olduğunu nümayiş etdirmək üçün söylədiyimiz kimi orada dislokasiya olunmuş hərbi arsenalı hazırda durur. Amma onlar şərt olaraq irəliyə sürüblər ki, İranın 3 uran ehtiyatlarının saxlandığı bazalar ki var, həmin bazaları vuracaqlarını bildiriblər. Bunlar Fordo, Natanz və İsfahan. Bu üçü ilə bağlı da belə bir mövqe səsləndirirlər. İsraildə maraqlı hazırlıq prosesi gedir, xəstəxanalara hazırlayırlar və ehtimallara görə bu xəstəxanalar xüsusi hazırlanır İranla müharibə ehtimalı anlamında. Amerika Birləşmiş Ştatlarının İsraili bu bəzi əməliyyatlarda qabağa vermək şansı var. Bilirsinizmi, İsrail əslində İranla uzun illərdəki... İsrail sanki daha çox istəyir müharibə etmək. Aqressiv bir şəraitdə. Çünki bilirsinizmi, İranın ilk əvvəldən də İsrail ilə bağlı mövqeyi bu çox açıqdır. Əgər digər dövlətlər, ərəb dövlətləri İsraili tanımayacaqlarını bəyan edirdilərsə, bir sıra dövlətlər onunla diplomatik əlaqələrin qurulmaması ilə bağlı şüarlar səsləndirirlərsə, İranın İsraillə bağlı net bir mövqeyi olub ki, biz İsrail dövlətini görürük, belə bir dövlət var yaxın şərqdə və onu darmadağın eləyəcəyik. Yəni, onun məhv etməsi ilə bağlı açıq, yəni o açıq düşməndir, belə deyək ki, heç bunu gizlətmir də və uzun illərdir ki, öz mövqeyini, Siyonist yuvası deyirlər və s. bildiyiniz kimi, yəni onların mövqeyi budur. Bəli, İsrail Birləşmiş Ştatlarının ən yaxın strateji tərəfdaşıdır yaxın şərqdə və İsrailin ümumilikdə müdafiə olunmaq qabiliyyəti kifayət qədər yüksəkdir. İsrail, belə demək mümkünsə, yaxın şərqdə əgər belə bir ətrafda, belə bir coğrafiyada özünün mövcudluğunu qoruyub saxlaya bilirsə, ağır konflikt şəraitində bu İsrailin kifayət qədər güclü olduğunu açıq-aşkar göstərir. Və İran da bunu təbii ki anlayır. Az əvvəl 12 günlük müharibənin olmasını bir müddət əvvəl İsrail və İran arasında, bəli, bu da ilk dəfə idi ki, onlar belə bir hərbi əməliyyata daxil oldular. Amma bu uzun çəkmədi. Çünki yəni hər iki dövlətin müharibə aparmaq üçün əzmi var. Bu çox təhlükəli bir məqamdır. Yəni İran da son silahlarından istifadə edərək bu müharibəni sonuclamaq istəyəcək. Eyni şəkildə İsrail əlbəttə ki, Birləşmiş Ştatların ən yaxın tərəfdaşıdır, onu qeyd etmək lazımdır və güclü, çox müasir deməli hərbi arsenala malikdir və bunların arasındakı müharibənin əslində bilirsiniz nə qədər üzücü, nə qədər uzun, dağıdıcı olması da göz qabağındadır. Tərəflər bunu istəyirmi? Xeyr, istəmir və mövcud şəraitdə həm Ağ Evin mövqeyi budur, bunu bir mənalı şəkildə söyləmək lazımdır. Eyni zamanda Tehranda da belə bir möhkəm mövqeyi var ki, diplomatiyanın əlbəttə imkanları hələ tükənməyibdir və danışıqlar prosesində konsensuslarla hansısa bir həllə gətirib çıxarmaq mümkün olacaqdır. Sevil xanım, çox sağ olun dəvətimizi qəbul etdiyinizə görə. Minnətdarıq sizə. Təşəkkür edirəm. Studiyamızın qonağı Milli Məclisin üzvü Sevil Mikayılova ilə danışdıq. Bizim müzakirə istiqamətlərimiz daha çox Amerika Birləşmiş Ştatları, İran münasibətləri oldu. Çünki Cenevrə danışıqlarından ümidlər var idi, amma nəticəsiz bir danışıqların olması barədə məlumatları bölüşməliyik. Növbəti görüş Viyanada baş tutacaq. Görək Viyana görüşünün nəticələri necə olacaq? Bölgəyə sülh gələcək, yoxsa Amerika əvvəl-axır İran ərazisini, xüsusən də nüvə obyektlərindən söhbət gedir, bombalayacaq?